Kızlar, bugün muz tortları hazırladıq. Kiçik pirojnalar və bir dənə də tortunu hazırladıq. Şərtlərə uyğun hazırlamışıq. Prosto biraz gözləməliyik ki, bu boşalsın. Amma gözləyə bilmirik, kəsirik. İçərisi belədir. Burada banan var, bir də apelsin püresi var. Biraz. Burada da bunu da kəsək. Bu görək bunun içinəlidir. Baxın, gördünüz. Apelsindir, banan püresidir. Bunların da içində baxaq. Biri apelsindir, biri ananasdır. Qara rəhmusdur. Buna da baxaq. Burada da hər ikisi banandır. Bu şəkildə istənilən içliklərdən istifadə edə bilərsiniz, rənglərdən istifadə edə bilərsiniz. İndi biz qısıtlı vaxt ərzində bunu hazırladıq. Əslində geniş bir vaxt lazımdır. Sadəcə öz vaxtımıza uyğun tez hazırlamışıq. Tez nəticədə bu əldə elədik, bu nəticəni əldə elədik. Biraz geniş vaxtımız olsa daha gözəl nəticələr əldə edə bilərik. Bu qədər. Sağ olun.